17 noyabr müsahibə suallarının izahı ilə yenə də videoya davam edirik. Bugün sizlərə 100 sualın cavabını təqdim edəcəm. Hamısına bir dəfəmə cavablamaq mümkün olmasa da vaxt baxımından. Amma çalışdığımız qədər vaxt çatan suallara baxacağıq. Vaxt itirmədən keçək. Birinci sual senkretik nə deməkdir? Bu müəllimlərə verilən terminlərlə bağlı olan suallardan biridir. İlk öncə sualı sadə şəkildə izah edeyim ki, müəllimlər, senkretik əsasən uşağın yanlış nəticəyə gəlməsidir. Sanki həddindən artıq ümumiləşdirmə aparmasıdır. Məsələn, bir əşya stolun üzərinə top da qoyuruq, eynək də qoyuruq, bir də kökə qoyuruq. Uşaq hamısından deyir ki, bunların hamısı yeməkdir. Yəni əşya olsun, anlayış olsun, bütöv hissələrə ayırmadan onları qəbul eləməkdir. Yəni fərqli funksiyadır, fərqli detallardır. Bunları görmür. Hamımızın eyni kateqoriyaya kimi bölür və daha doğrusu götürür. Hissələrə bölüb fərqləndirməyi bacarmır. İKT-dən necə istifadə edərsiniz? Və yaxşı olar ki, müəllimlər bu cür terminlər səsləndirildiyi zaman əgər mənasını bilirsinizsə, nümunə üzərində izah edəsiniz. Yəni yalnız əzbərçi qayda şəklində demək yox. Mən hal-hazırda sizə əzbərçi qaydanı da deyə bilərəm. Bunu gedib Google-da yazsaz çıxacaq zaten. Əsas ona nümunə gətirməkdir ki, başa düşdüyünüzü onlara göstərə biləsiniz. İKT-dən necə istifadə edərsiniz? İlk öncə vurğulayırsınız ki, İKT informasiya kommunikasiya texnologiyada açıqlaması və hal-hazırda 21-ci əsrin tələbindəndir. Metodikanın ayrılmaz bir hissəsini təşkil eləyir. Kurikulumun prinsiplərindən, didaktik prinsiplərdən tələb yönümlülük prinsipinin açar sözündən biridir. Həmçinin səriştələrdə geniş yer alır və bugünkü günü bağça həyatında böyük əhəmiyyəti var. İKT-dən bağçada məşğələlər zamanı hər hansısa bir uşaqlara əyani vəsait göstərmək lazım olarsa, bu zaman istifadə eləyərəm. Məsələn, rəng ola bilər, şəkil ola bilər, hər hansısa bir animasiyalar göstərmək ola bilər ki, bu zaman uşağın diqqətini özümüzə cəlb etmək üçün göstərmək daha əlverişli olar. Yəni, bunu vurğulaya bilərsiniz. Video şəkillərdir, foto şəkillərdir və s. Perspektiv planlaşdırma nədir və əhəmiyyəti? Ümumiyyətlə qeyd edirik ki, planlaşdırmanın olması, səhv eləmirəmsə, bu sual da bundan öncəki videolarda cavablandırmışdıq. Dəqiq yadımda deyil, amma yenə də izah edəcəm. Yəni, perspektiv planlaşdırma, uzun müddətli planlaşdırmadır. Ümumiyyətlə, planlaşdırmanın özü işimizin daha sistemli, daha produktiv şəkildə keçməsinə şərait yaradır və qarşıya çıxacaq problemləri ilk öncədən görməyə bizə kömək edir. Planlaşdırma özü cari perspektiv olmaqla ikiyə bölünür. Perspektiv planlaşdırma əsasən uzun müddətli planlaşdırmadır ki, burada məqsəd yönlülük ön planda olur. Perspektiv planlaşdırmaya daxil olanlar tədris vahididir. Sonra ardıcıllıqlarda, yəni məntiq ardıcıllıq, məzmun ardıcılığı, psixoloji ardıcılığın qorunmasıdır. Yaş qrupuna görə təlim nəticələrinin təqdim olunmasıdır. Yəni, bunları vurğulaya bilərik. Məsələn, perspektiv planlaşdırma zamanı mövzudu standartdır. Ondan sonra, yəni alt standartdan söhbət gedir. MARI adı ilə biz bunu həmişə deyirdik müəllimlərə yadda saxlamaq üçün. Mövzudu inteqrasiyada alt standartda, resurslarda bunlardan da həmçinin istifadə olunur. Ümumiyyətlə, MARI anlayışın yadımızda saxlasaq, bunu həm ortaq cəhət kimi, həm perspektiv, həm də caridə deyərik. Mövzu, alt standart, resurs, inteqrasiya. Bu həm perspektiv planlaşdırmada olur, həm də cari planlaşdırmada. Və planlaşdırmanın da əhəmiyyətini vurğuladıq ki, bir il ərzində yaş qrupun sonuna görə uşaqların əldə edəcəyi təlim nəticələrinin əvvəlcədən müəyyən olunmasıdır. Əvvəlcədən yəni bilinməsidir ki, uşaqlar bu yaşın sonunda hansı bilik bacarıqlara yiyələnəcəklər. Gəldik 4-cü sual güşələrə. Ümumiyyətlə, güşənin əhəmiyyəti, güşə deyəndə fəaliyyət mərkəzləri nəzərdə tutulur ki, bu da test mərhələsinə hazırlaşanda keçdiyimiz mövzulardan biridir. Güşə deyəndə uşaqların maraq dairəsinə uyğun olaraq, əllərində olan resurslara uyğun olaraq hazırladığı zonalar nəzərdə tutulur ki, bir çox güşələr var. Güşələrin adını çəkə bilərsiniz. Sujet rollu oyunlar güşəsi var. Gəlincik güşəsi var. 2023-cü ildə imtahan olduğu zaman ilk dəfə ilə
gənclik güşəsi imtahan mövzusu kimi istifadə olunmuşdu. Həmçinin teçində güşəsinin adını çəkə bilərsiniz, riyaziyyat güşəsi və s. Və güşələr hazırlandığı zaman qarşıda dayanan tələblər deyə bilərsiniz ki, həm uşağın maraq dairəsi, biz buna 2M qaydası deyirdik ki, burada qeyd eləyirdik. 1. Uşağın marağı, bir də materialın olması. Material ki, yəni bunlar olmasa güşənin hazırlanmasının bir əhəmiyyəti olmayacaq. Güşələr hazırlandığı zaman valideynlər də iştirak edə bilər. Yəni onların da xüsusən bacarıqlarından istifadə edə bilirik. Güşə uşaqların bacarıqlarını üzə çıxarmağa bizə kömək eləyir. Əl çatan olmalıdır uşaqlar üçün. Resursları həm təbiətdən əldə edə bilərik, həm hazır resurslar alına bilər və s. Yəni bu qədər cavablandıra bilərik. Əlavə yəni məlumatınız varsa, təbii ki də üzərinə gələ bilərsiniz. Davam eləyək. Növbəti sual 5-ci sual Piaget ilə bağlıdır. Əlindəki əşyanı yerə atmaq. Biz bilirik ki, müəllimlər 0-2 yaş aralığında, yəni sensomotor mərhələ və ya biz buna hissi-hərəki mərhələ deyirdik ki, uşaqlarda reflekslər olurdu, reaksiyalar olurdu. Bu mərhələdə uşaqlar əşyavi manipulyattiv fəaliyyətdə olduqlarına görə əllərində olan əşyanı yerə atırdılar və 9 aylığından sonra artıq onu həm də geri istəyirdilər. 9 aylığına qədər əşyanın mövcudluğu haqqında bir məlumatları olmadığına görə uşaqlar itən əşyanı, məsələn, o həmin əşyanı valideyn götürüb gizlədirdisə, onu axtarmırdı. Amma yavaş-yavaş sonradan 10-11 aylığında artıq uşaqlar həmin əşyanın mövcud olduğunu bilirlər, yəni cazibə anlayışı da formalaşmağa başlayır və başa düşür ki, yerə atılan əşyalar itmir. Ona görə də həmin əşyaları geri istəyirlər. Və burada bəzən yanlış başa düşülür. Bunu da vurğuluyoruz ki, bəzən yanlış başa düşülür ki, güya uşaqlar valideynlərini əsəbləşdirmək üçün əşyanı yerə atır, təkrarən geri istəyirlər. Xeyr, orada hələ uşaq başa düşmür də ki, əsəbləşdirmək nədir. Sadəcə olaraq artıq əşya davamlılığı anlayışı uşaqda formalaşdığına görə o yerə atır və təkrarən əşyanı geri istəyir. Burada məsələn, tutaq ki, bunu oyuna çevirsək, at, tut oyunu ilə, məsələn bir topdur da, atır geri istəyir və bu oyunla tətbiq eləyə bilərik. Fiziki mədəniyyət məşğələsi. Fiziki mədəniyyət məşğələsi hansı yaşdan başlanılır? Burada baxın, hərəkətlərin inkişafı demədiyinə görə yaş qrupu kimi 3-4 yaşın adını çəkirsiniz. Biz bunu yenə hal-hazırda dərslərimizdə də vurğuluyuruq. Desəydik ki, hərəkətlərin inkişafı, onda aşağı yaş qrupundan biz bunu deyərdik. Amma sırf mədəniyyət sözü varsa, fiziki mədəniyyət məşğələ kimi deyirsə, o zaman 3-4 yaşın adını çəkirik. Aşağı yaşlarda isə deyirik ki, 1-2 yaşdan 2-3 yaşda bu məşğələ hərəkətlərin inkişafı adı altında təqdim olunur. İstəsək ki, məsələn, fiziki mədəniyyət məşğələsinin əhəmiyyəti nədən ibarətdir, onu da vurğulursunuz ki, sadə gimnastik hərəkətlərdir, sağlamlığın qorunmasıdır, qaçışdır, hoppamadır, tullamadır, ritmik hərəkətlərdir, motorika bacarığının inkişaf etməsidir, bədən koordinasiyasıdır, yəni bədən şuurunun formalaşmasıdır, əzələ yaddaşının möhkəmlənməsidir, sinir sisteminin inkişafıdır. Çünki uşaqlar daima hərəkətdə olanda, açıq havada olanda, yəni bu kimi bacarıqlar onlarda inkişaf edir. Uşağın bir növ sağlam həyat tərzinin təməlinin qoyulması üçün fiziki mədəniyyət məşğələsinin olması vacibdir. Bu cür cavablandıra bilərik. Davam edək növbəti sualla. Növbəti sual məntiqi riyazi təfəkkür məşğələsidir. Baxın müəllimlər, məntiqi riyazi təfəkkür məşğələsinin də yenə də məşğələ kimi deyirsə 3-4 yaş vurğulamalısınız. Aşağı yaş qruplarında riyaziyyat sensor bacarıqları şəklində uşaqlara öyrədilir, amma belə sırf məşğələ kimi deyirsə 3-4 yaşdan başlayaraq məntiqi riyazi təfəkkür məşğələsi ilə bağlı tapşırıqlar, yəni bu məşğələnin daxilində uşaqlara verilir. Burada sadə şəkildə hesablama, müqayisə aparma, qruplaşdırma, ölçü, yəni bunu da oyunlar şəklində təqdim etmək yaxşıdır ki, uşaqlar beyni yoran məşğələ olduğuna görə çox da yorulmasınlar və ara bir fasilə də etmək lazımdır ki, o zehni gərginlik aradan qalxmış olsun. Riyaziyyatı elə bil ki, başqa sahələrlə inteqrasiya olunmuş şəkildə uşaqlara təqdim etmək lazımdır. Çünki riyaziyyat istənilən mövzu ilə inteqrasiya oluna biləcək səviyyədədir. Hər şeylə yəni ona əlaqələndirmək olur. Ətraf aləmlə, savad təlimindən, bədii təfəkkürlə, fiziki mədəniyyətlə və s. Fiziki inkişaf, sağlamlıq və bircə dəqiqə təhlükəsizliyin standart kodunu deyək. Müəllimlər, fiziki inkişaf ümumiyyətlə məşğələnin kodu
1.1-dir və yenə də burada məzmun xətti kimi 1-i qeyd edirsiniz və standart kodda 1.1 fiziki hərəkətləri yerinə yetirmə, 1.2 1.2-ni vurğulaya bilərsiniz ki, masa arxası gigiyena qaydalarıdır, 1.3 isə təhlükəsizlikdir. Belə yəni fiziki inkişafın kodu 1.1 vurğulamalıyıq. İlham Əliyev Farğanın ikinci vətəndaşıdır. Müəllimlər, bu sual verilibdir bugün. Mən də biraz Google-da axtardım. Yəni araşdırmalarda başqa ölkənin ikinci vətəndaşlığı ilə bağlı heç bir şey çıxmadı. Elə biz bu suala belə cavab verməliyik ki, Azərbaycan Respublikasının vətəndaşıdır. Yəni başqa ölkənin vətəndaşlığı bu sual yəqin ki, çaşdırmaq məqsədi ilə müəllimlərə ünvanlanan suallardan olubdur. Təhsildən biri gəlib sizin məşğələnizi izləsə nə edərsiniz? Müəllimlər, bu açıq məşğələlərdə xüsusən özünü göstərən bir haldır ki, gəlib kimsə bizim məşğələmizdə oturub, məşğələ prosesimizi izləsin. Həmin zaman üçün təbii ki, biz bunu müsbət qiymətləndirərik. Yəni, məşğələmi olduğu şəkildə davam etdirməyə çalışardım. İzləyən şəxsə də şərait yaradardım ki, yəni qrupda otursun. Mənim üçün heç bir dəyişiklik olmazdı. Əvvəl necə məşğələyə davam edəcəmsə, o formada yenə də davam edərdim. Əgər ki, başqa şəxsin gəlib oturması ilə uşaqların diqqəti yayılmış olarsa, çalışaram ki, əyani vəsaitlərdən istifadə edərək uşaqların yenə də diqqətini özümə cəlb edeyim və yəni prosesi axıcı şəkildə pozmadan, interaktiv metodlardan istifadə edərək məşğələ prosesimi tamamlayardım. Belə cavab verə bilərsiniz. Bu peşəni seçməyinizə nə motivasiya olubdur? Yenə də şəxsi cavabınıza əsaslanan suallardan biridir. Yəni kim necə, içindən necə gəlirsə, necə cavablamaq istəyirsə, bunu vurğulaya bilər. Yəqin ki, bu peşəni seçməkdə hər bir müəllimin məqsədi uşaqlarla işləməyin, onlara gətirdiyi müsbət təsir, sevinc hiss edə bilərik, sevginin olmasıdır bu sahəyə, marağın olmasıdır. Yəni, nə içinizdən gəlirsə, müəllimlər onu söyləyə bilərsiniz. İndi mən burada belə danışıram, belə deyirəm. Hökmən bu cür demək məcburiyyətində deyilsiniz. Və ya öz şəxsi dəyərinizdən irəli gələrək də bunu vurğulaya bilərsiniz ki, ola bilsin ki, kiminsə empatiya hissi yüksəkdir, yaradıcılığı yüksəkdir, məsuliyyəti yüksəkdir və istəyir ki, bu bacarıqları özündə əks elətdirib, yəni bu sahəni seçibdir ki, bu sahədə işləsən, bu sahədə tətbiq eləsən, çünki uşaqlarla işləmək böyük bir səbr, empatiya, yaradıcılıq, məsuliyyət tələb edən bir sahədir və istəmişəm ki, bu bacarıqlarımı sırf məktəbə qədər sahədə sınayım. Əlavə olaraq yenə də öz istəyinizi əlavə edə bilərsiniz. Məşğələdə uşaqların diqqətini özünüzə necə cəlb edərsiniz? Təbii ki, burada VAKO-nun adını çəkməliydiniz müəllimlər və müdavimlərimizdən Müsahilə müəlliməyə düşən sual idi və elə müəlliməmiz də vurğuladı ki, VAKO-dan danışmışam, çünki vizual, audial, kinestetik oxuyub yazaraq öyrənmə uşaqların öyrənmə tərzi ilə bağlıdır. Diqqəti özünə çəkmək də VAKO ilə bağlıdır, gözlə əlaqəlidir. Diqqəti çəkmək üçün müəyyən bir strategiyalar, yəni biz buna belə deyək də bir hiylə deyirik. Müxtəlif hiylələrdən istifadə edərək indi kim hansı formada diqqəti cəlb edirsə, elə müəllim olar ki, müəyyən bir şəkillər göstərərək, müəyyən bir səs çıxarmaqla ola bilər və ya adi sakit qalmağın özü belə bəzən diqqətin müəllimə yönəlməsinə kömək eləyir. Yəqin ki, müşahidə eləmisiniz özünüzdə orta məktəb oxuyan vaxtı. Bəzən olurdu ki, müəllim çox qışqırırdı, uşaqlar sakit dayanmırdı, amma qəfildən müəllim səsini kəsirdi. Uşaqlar tamamilə sakit qalırdılar. Deməli, bunun özü də diqqəti özünə cəlb etməyin yollarından biridir. Oyunlar oynayaraq uşaqların diqqətini prosesə cəlb edə bilərik və vurğulayırsınız ki, bu əsasən məşğələnin motivasiya mərhələsinə istinad eləyir və bu zamanda çalışarım ki, 3-5 dəqiqə ərzində uşaqların diqqətini özümə cəlb edeyim, özümə cəlb edə bilim. Qoşulduğunuz seminarlar. Ümid edirəm ki, burada seminarlarda bir ay ərzində keçdiyim seminarlarda iştirakınızı vurğulamısınız. Əlavə olaraq məktəbə qədər təhsildən və ya məktəbə qədər təhsil olması, məsələn, bəzən olur ki, psixologiya ilə bağlı, yəni sırf
bağça müəllimlərinə özəl olmur. Ümumiyyətlə psixologiya ilə də bağlı təlimlər keçirilir. Bu istiqamətdə və ya natiqliklə bağlı təlimlər keçirilə bilər. Yəni bir tərəfi gəlib təhsil sahəsinə dayanır. Bu cür seminarların adını vurğulamısınız və ya inklüziv təhsili də vurğulaya bilərsiniz. Məsələn, STEAM metodunu deyə bilərsiniz, SMART metodunu deyə bilərsiniz ki, bunların hər birini biz müsahibə mərhələsi olmamışdan öncə keçdik, yəni təşkil elədik və həmin o seminarların adını vurğulamaq olar. Xarici dili məktəbə qədər uşaqlara necə öyrədərsiniz? Təbii ki, müəllimlər yenə burada oyunu vurğulamalıyıq. Məsələn, ola bilsin ki, qrupa bir əyani vəsait real alma gətirər. Müəllimə kağızın üzərində almanın adını yazar. Məsəl üçün Apple yapışdırar kağız üzərində, uşaq artıq bilər ki, bu alma deməkdir və ya yenə də digərlərində təbii ki, vurğulamaq olar. Başqa üsullarla, məsələn, mahnı ilə öyrətmək olar, cizgi filmlə öyrətmək olar. Çünki uşaqların demək olar ki, hal-hazırda ən aktiv şəkildə xarici dili öyrənmə yollarından biri də evdə cizgi filmlərinə baxmaqdır, o üsulla musiqilər dinlənməsidir və uşaqlara sadə dialoqların qurulmasıdır. Yəni, bu yollarla öyrədə bilərik. 3-6 yaşlı uşaqlar üçün olan təlim üsulu. Təlim üsulu deyəndə iş üsullarıdır. Çox rahat sualdır. 3-6 yaşda iş üsullarından əqli hücumun, müzakirənin, nağıl etmənin, sualların və s. söz assosiasiyasının və s. adını çəkə bilərsiniz. İş forması da 4-ü də tətbiq olunur. Fərdi, cüt, qrup, kollektiv. Təlim üsullarına müraciət edərsiniz. Yəni, təlim üsulu, iş üsuludur. İndikiləri deyə bilərsiniz. Məsələn, vurğulaya bilərsiniz ki, məşğələdən məşğələyə bu dəyişə bilər. Baxır mövzuya, baxır məşğələyə, ona uyğun da indi sadaladıqlarımız, yəni təlim üsulları, tapmaca, ondan sonra söz assosiasiyası, rollu oyunlar və s. Yəni bunlara müraciət eləyib həmin üsullardan çalışaram ki, hər birindən məşğələ müddətində, yəni hər dəfə məşğələlər dəyişdikcə çalışaram ki, hamısından istifadə edim. Çünki hər bir üsulun uşaq üçün müəyyən öyrədici əhəmiyyəti olur. Təlim üsullarını yenə dedik, ona görə də təkrar vurğulamaq istəmirəm. İnklüziv təhsil. Müəllimlər, inklüziv təhsil haqqında da danışmışıq və yetəri qədər məlumatınız var. Ona görə təkrarən vurğulamayacağam onu. Narazı valideyn. Biz ailələrlə işin təşkilini keçmişik, bilirsiniz ki, və narazı valideynlər əsasən öz ifadələrindən özlərini göstərən valideynlər olurlar ki, artıq biz ünsiyyət zamanı valideynin prosesdən, gedişatdan narazı olduğunu müəyyən eləyə bilərik. Bunun üçün müəllimin özünün də güclü empatiya hissi olmalıdır, empatik olmalıdır və narazı valideyn varsa mütləq diqqətlə dinləmək, yəni qarşı tərəfi dinləmək. Narazılığının səbəbi nədir? Həmin səbəbi valideyndən soruşmaq. Valideynin fikirlərinə qarşı empatiya hissi duymaq, yəni hörmət etmək. Məsələnin vacibliyini və vurğulamaq, məsələn, nə ilə bağlı narazılığı var, övladı ilə mi, yoxsa məşğələ prosesinin gedişatı ilə bağlı mı? Yəni, nə ilə bağlıdırsa, o istiqamətə doğru valideynin narazılığını aradan qaldırmaq üçün ona bir neçə həll yolu təklif edərəm. Müzakirə qur bir mövzu ətrafında. Məsələn, hər hansısa bir mövzu ilə bağlı yəqin ki, uşaqlarla birlikdə necə müzakirələr apararsınız, onu vurğulayıb ki, məsələn, buna uyğun da bir müzakirə mövzusu seç. Bu, təbii ki, müxtəlif ola bilər. Məsələn, ola bilsin ki, heyvanlarla bağlı bir mövzu götürmüşük və burada müzakirə yaratmaq üçün elə iş üsullarından da müzakirə iş üsulunda var idi. Valideynin, daha doğrusu uşaqlara müəyyən suallar verə bilərik. Ki, məsələn, heyvanlar haqqında tutaq ki, danışırlar, sonra siz nə edərdiniz? Məsələn, ola bilsin ki, heyvanları yaşayış yerlərinə uyğun yerləşdirmək bununla bağlı suallar verilibdir və uşaqlara suallar ünvanlaya bilərik ki, siz hansı heyvanları xoşlayırsınız, sizcə niyə belə olur və s. Yəni, bu suallar tənqidi təfəkkürünü inkişaf elətdirən suallar verməklə uşaqları müzakirəyə cəlb edərik. Heyvanlar olmasa fəsillərlə bağlı ola bilər, meyvələrlə bağlı ola bilər. Yəni, elə mövzu seçilməlidir ki, o mövzu
geniş onun ətrafında, əhatəsində danışmaq olsun və həmin mövzuya uyğun olaraq uşaqlara reflektiv suallar ünvanlayaq. Çünki reflektiv sualların özü elə müzakirə yaratmağa səbəb ola biləcək suallardır. Mərkəzi aranın müdiri kimdir? Bunu mən özüm də Google-dan baxdım. Yəni qeyd elədim bura. Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımovdur. Əsasən Aran bölgəsindən yəni gedən şəxslərə verilən suallardan biri olubdur. Hansı bağçanı seçmisiniz? Təbii ki, müəllimlər burada hər kəs öz seçdiyi bağça üzrə məlumat verəcək və orada mütləq sizdən soruşulur ki, niyə görə həmin bağçanı seçmisiniz? Siz orada əgər bağça haqqında məlumatınız varsa, məsələn, ola bilsin ki, bağçanın əyani vəsaitləri zəngindir, sonra kollektivlə bağlı ümumi, yəni yaxşı olması ilə bağlı məlumat eşitmisiniz, sonra maddi texniki bazanın yüksək olması ilə bağlı, yəni ki, məlumat almısınız və istəyirsiniz ki, həmin bağçada ola bilsin ərazi baxımından bağça sizə yaxındır. Yəni reallıq nədirsə, həmin reallığı vurğulaya bilərsiniz. Növbəti sual pedaqoji şura nədir? Ümumiyyətlə şura idarəetməni gücləndirən bir orqan hesab olunur. Təbii ki, burada pedaqoji şurada kimlər iştirak eləyəcək? Rəhbərlərin adını vurğuluyuruq, tərbiyəçilərin adını vurğuluyuruq. Bəzən də deyir, valideynlər də burada iştirak eləyə bilər və bağça ilə bağlı olan, məsələn, tədris proqramıdır, pedaqoji strategiyaların təşkil olunmasıdır, qiymətləndirmə ilə bağlı elə bil yığışıb həmin o məsələlərin birlikdə müzakirəsi aparılır. Fikirlər irəli sürülür, o necə ki deyirdiyi, təklif irəli sürmək hüquqda, fikir mübadiləsi aparılır, müəyyən bir qərarlar qəbul olunur. Yəni pedaqoji şuranın əhəmiyyəti birgə inkişafa şərait yaratmaqdır. Davam edək 23-cü sualla. 23-cü sualda mülkiyyət növünə görə neçə yerə bölünür? Buradan nə olmalıdır? Deməli, müəllimlər, özəl bağçalar haqqında, dövlət bağçaları haqqında, bələdiyyə bağçaları haqqında əgər məlumatınız varsa, indi dövlət bağçasını zaten bilirsiniz. Özəllər haqqında, bələdiyyə haqqında məlumatınız varsa əlavə edə bilərsiniz. Müqayisə olaraq dövlət və özəl bağçaları müqayisə edə bilərsiniz ki, məsələn, özəl bağçalar əsasən valideynlərin öz istəkləri ilə ödənişli şəkildə, yəni təşkil olunan bağçalardır və bəzən də dövlət bağçasından özəl bağça arasındakı fərq resurslarda və ya ola bilsin ki, fərdi yanaşmadır, yüksək səviyyəli idarəetmənin təşkili deyən bu məsələlərlə bağlı özəl və ya dövlət bağçaları arasında fərq ola bilər. Həmçinin dövlət bağçalarındakı dövlət mülkiyyəti tərəfindən, dövlət daha doğrusu hökuməti tərəfindən maliyyələşdirilən bağça olduğunu vurğulamalıyıq. Qiymətləndirmənin nə olduğunu da müəllimlər əvvəlki dərslərimizdə demişik, ona görə burada vaxt itirməyək. Nitqin növləri, nitq mövzusunu da yenə biz imtahanda keçmişdik, imtahana düşdüyü üçün keçirik dərslərdə, çünki bilirsiniz ki, nitqin növlərindən nitqin zənginliyi imtahana, diaqnostika imtahanına düşmüşdü və həmin müddətdən artıq dərslərdə nitqlə bağlı olan mövzular tədris olunur. Rabitəli nitqlə rabitəsiz nitq, təbii ki, adından da bəlli olduğu kimi bir növ elə bir bizə istiqamət də verir ki, rabitəli nitq əsasən, yəni ardıcıl olan, axıcı olan, mənalı olan, biri-biri ilə əlaqəli şəkildə cümlələrin qurulması deməkdir. Yəni burada söylənilən hər bir söz mənasız şəkildə, dəxləsiz şəkildə söylənilmir. Rabitəsiz deyəndə isə elə bir ki, qırıq-qırıq sözlərdən istifadə eləmək, söz birləşmələrindən istifadə eləmək, sanki başa düşmədiyi sözləri bir yerə yığıb söyləməkdir. Rabitəli nitq dilin inkişafına şərait yaradır. Rabitəsizdə isə, yəni ki, nitq pozuntuları özünü göstərə bilər, uşağın yaşı ilə bağlı gecikmələr özünü göstərə bilər. Rabitəsiz adından bəlli olduğu kimi negativ, rabitəlidəki, yəni müsbət mənada istifadə olunur. Qəhrəmanlar dedikdə müəllimlər hansı qəhrəmanları burada nəzərdə tutur? Və bu sualda mütləq soruşmaq lazımdır ki, indi bilmirəm, bəlkə də ola bilsin ki, müəllimlərə bu sualı daha da dəqiq şəkildə veriblər, amma onlar bizə sualı bu formada göndərib. İndi qəhrəmanlar çoxdur, əgər ümumiyyətlə ədəbiyyatda olan qəhrəmanlardan söhbət gedərsə, siz məsələn, Babəkdir, Koroğludur, yəni bunları vurğulaya bilərsiniz.
Amma şəhidlər, əgər qəhrəman şəhidləri nəzərdə tutursa, o zaman bəli, şəhidlərin adını burada söyləmək olar. Ona görə də ola bilsin heç bu sualı daha dəqiq deyiblər, sadəcə müəllimələr qısa yazdıqlarına görə biz bilmədik ki, burada hansı qəhrəmanlar nəzərdə tutulur. Müharibələri say. Burada müəllimlər vurğulaya bilərsiniz. 2-ci Qarabağ müharibəsidir. Sonra 1-ci Qarabağ müharibəsidir. Yəni onların adını demək olar. Neçə yaşından uşağa şəxsiyyət kimi yetişdirməliyik? Ümumiyyətlə uşaqlar kiçik yaşlarından, yəni şəxsiyyət yönümlülük prinsipi, yəni uşaqlara şəxsiyyət kimi yanaşmaq lazımdır. Hətta Montessori da bunu dəstəkləyirdi ki, uşaq ümumiyyətlə öz mən anlayışını formalaşdırır. Uşaqda mən anlayışı formalaşır və bu andan etibarən biz ona bir şəxsiyyət kimi yanaşmalıyıq. Bəzən valideynlər uşağı kiçik yaşlarından, nəinki kiçik yaşlarından, hətta böyük yaşlarında belə onun bir şəxsiyyət olduğuna çox da önəm vermir. Müəllimlər, yəqin ki, türk filmlərinə baxırsınız, orada diqqət eləyəndə görürsünüz ki, adi 3 yaşında olan, 4 yaşında olan uşağa belə yalan danışmırlar. Bax, o nümunənin özü nəyi göstərir? Uşağa bir şəxsiyyət kimi yanaşıldığını. Bizdə isə 10-15 yaşında belə uşaqlara yalan danışılmaq çox rahatdır. Yəni uşağa bir şəxsiyyət kimi yanaşmaq, onun da bir fərd kimi, şəxs kimi olduğunu qəbul etməkdir. Məsələn, onunla bağlı bir valideyn qərar alanda bunu uşaqdan soruşmaqdır. Yəni müəyyən yaş aralıqlarında mütləq uşaqla bağlı alınan qərarların onun istəyinə, maraq dairəsinə uyğun olmasına diqqət eləmək lazımdır. Sonra musiqi festivalı nə vaxt keçirilibdir? Musiqi festivalı bağçalarda yəqin ki, keçirilən musiqi festivalları burada nəzərdən tutulur. Məsələn, burada vurğulayırıq ki, yay ayının sonu ola bilər, payızda ola bilər. Konkret əgər tarix varsa, indi bağçada fəaliyyət göstərən müəllimlərimiz hal-hazırda bu videonu izləyirlərsə, onlar da videonun yorum hissəsinə bunu qeyd eləyə bilərlər. Və dəqiq tarix bilinmədiyi halda musiqi festivalının keçirilmə məqsədi, yəni nə məqsədlə musiqi festivalı keçirilir, festival necə təşkil olunur, məqsəd nədir, bunları vurğulaya bilərsiniz. Təbii ki, musiqi festivalında rəqs nümayiş olunmasıdır, əməkdaşlığın güclənməsidir, sonra valideynlərin də burada iştirakıdır, dəvət olunmasıdır, müxtəlif mahnıların oxunmasıdır, audial eşidən uşaqlar üçün bu prosesin daha effektiv olmasıdır. Yəni bunları vurğulaya bilərik və təbii ki, bu festivallarda əvvəlcədən planlaşdırılır ki, hər hansısa bir problem olarsa bunu müəyyən eləyə bilsinlər. Yekun hesabat nədir? Yekun hesabat bilirik ki, qiymətləndirmənin növlərindən biri də əsasən 3 yaşdan 6 yaşın sonunda aparılır və uşaqlarda 4 inkişaf sahəsi üzrə uşağın inkişaf dinamikası orada qeyd olunur ki, uşaq bağçaya gələndə məsələn fiziki inkişafı, idraki, estetik yaradıcısı, sosial-emosional bacarıqları necə idi və hal-hazırki vəziyyətdə necədir? Yəni yekun hesabat son nailiyyəti üzə çıxartmaq üçün, yəni uşaq nəyə nail oldu, əvvəl necə idi, indiki vəziyyəti necədir, bununla bağlı təşkil olunur və qiymətləndirmənin növlərindən biridir. Didaktik prinsipləri say demişdik, didaktik prinsip sualını da müəllimlər çox rahat suallardan biridir. Çünki öyrədici prinsiplər burada nəzərdə tutulur ki, şəxsiyyət yönümlülüyü, uşaq yönümlülükdür, tələb yönümlülükdür, inteqrativlikdir, nəticə yönümlülükdür, dünyəvilikdir, Azərbaycançılıqdır və s. Yəni bunların adını vurğulaya bilərsiniz. Davam eləyək. Defaktoloqla musiqi rəhbərinə ümumi deyir, hər ikisinə necə ad demək olar? Hər ikisi təhsil prosesinin iştirakçılarıdır və biz onları pedaqoji işçi adlandıra bilərik. Defaktoloqlar bilirik ki, anlayışlar qismində verilən terminlər də var idi ki, əqli və ya fiziki geriliyi olan uşaqlarla məşğul olan şəxsdir. Musiqi rəhbərləri də bəlli məsələ, yəni ümumi ad kimi təhsil prosesinin iştirakçıları və pedaqoji işçi adlandıra bilərik. Körpələr evi ilə uşaq bağçalarını adından da bəlli olduğu kimi müəllimlər, körpələr evi sanki uşaqlara daha çox baxım məqsədi ilə qulluq funksiyasını yerinə yetirən bir ərazi kimi müəyyən olunur, yer kimi müəyyən olunur. Amma o uşaq bağçaları deyəndə burada
yalnız təkcə yəni uşaqlara qayğı göstərməklə kifayətlənmirik, həm də tədris yönündə uşaqlara nəsə öyrətməkdir, uşaqların sosial bacarıqlarıdır, motorikasının inkişaf etdirilməsidir, məşğələlərin təşkil olunmasıdır. Yəni bunu vurğulaya bilərik. Biri daha çox baxım məqsədi, digəri baxımdan bərabər uşağın idraki fəaliyyətini inkişaf elətdirən bacarıqları da vurğulamalıyıq. Məktəbə qədər təhsil nə üçün vacibdir? Təbii ki, uşaqların inkişaf bünövrəsi tam bu dövrə təsadüf eləyir. Bünövrəsi deyirik ya. Çünki aşağı yaş qruplarından başlayaraq artıq uşaqların 4 inkişaf sahəsi formalaşdırılmalıdır ki, uşaq məktəbə getdikdə o 4 inkişaf sahəsini həm də məktəbdə keçirilən fənlər üzrə də inkişaf elətdirəcək. Həm də uşaqların sosiallaşması baxımından özünə inamının artmasıdır, əhatəsinin olmasıdır, idrakin, nitqin inkişaf etməsidir. Yəni buna görə də məktəbə qədər təhsilin keçirilməsi, məktəbə qədər təhsil vacibdir və uşaqları da əsasən məktəbə qədər təhsilə mütləq göndərməliyik. Düzdür, bu hər bir valideyn üçün yəni mütləq uşağını bağçaya qoyacaq deyə belə bir anlayış məcburiyyət edilmir, amma tövhə verilir ki, hər bir valideyn uşağının inkişaf dinamikasının yüksək olmağını istəyirsə, uşağı məktəbə qədər təhsildən kənarlaşdırmamalıdır. Yəni ki, uzaq saxlamamalıdır. Düzdür, bəzən valideynlər düşünür ki, yoxsa mənim uşağım məktəbə gedəcəkdə neyinir ki, bağçada gedib yorulmasın. Amma bu yanlış yanaşmadır. Təməl bilgilər mütləq bağçada uşaqlara verilir. Davam edirik 35-ci sualdan. Defaktoloqdur, loqopeddir, metodistdir. Bunlar kimdir? Yəni hər birinin işini soruşur. Metodist əsasən yəni metodiki işlərə, daha doğrusu pedaqoji işçilərə rəhbərlik edən şəxsdir. Yəni metodikanı dərindən bilən və tərbiyəçiləri metodika ilə bağlı qarşılaşdıqları problemlərlə bağlı onlara yön verən şəxsdir. Əsasən ali təhsilli olmalıdır. Loqoped bilirik ki, nitq qüsurları ilə bağlı məşğul olan şəxsdir. Burada indi nitqin növlərində vurğulayırsınız ki, məsələn, nitqin fonetik, fonematik, ondan sonra qüsurlarını düzəldən, üzə çıxardan şəxsdir. Defaktoloq isə uşaqda əqli gerili, əqli problemlə bağlı, geriləməklə bağlı problemləri üzə çıxardan və onların inkişafı ilə bağlı fəaliyyət göstərən şəxs hesab olunur. Əsasən bunlar ali təhsilli olmalıdırlar ki, pedaqoji, yəni ixtisas ali təhsil tələb eləyir ki, onların dərin bilikləri olmalıdır. Bu psixologiya ilə, ondan sonra pedaqogika ilə, həmçinin metodika ilə bağlı dərin biliyə sahib olmalıdırlar ki, proqramı tam əhatəli şəkildə həm mənimsəyə bilsinlər, həm də uşaqlara ötürə bilsinlər. Bir də müəllimlər defaktoloqda yalnız əqli dedik, həm də ora fizikini də əlavə edir ki, əqli və fiziki geriliyi olan uşaqlarla məşğul olan şəxsdir. Oxuma ilə yazma neçə yaşdan uşaqlara öyrədilir? Bunu biz cavablandırmaq üçün yadımıza salırıq savad təlimi. Axı savad təlimi əsasən 5-6 yaşda uşaqlara öyrədilir. Amma yəni burada oxuma ilə yazmanı sırf rəsmi şəkildə, məcburi şəkildə sırf 5-6 yaşdan uşaqlara öyrətməliyik, yox. 5-6 yaşda sadəcə ilkin hazırlıq mərhələsi kimi hərfləri tanıma, bu məsələləri vurğulaya bilərik. Əsasən oxuma ilə yazmanın dərindən öyrədilməsi təbii ki, təsadüf eləyəcək 1-ci sinifə. Amma ilkin anlayışlar şəklində savad təlimi məşğələsinin tərkibində uşaqlara yəni bunu müəyyən şəkillər vasitəsilə, vizual göstəricilər vasitəsilə göstərmək olar. Yəni 5-6 yaşı vurğulamaq əhəmiyyətlidir. Burada videonu hələ ki saxlayıram. Çünki dərsə daxil olacağım. Ondan sonra müəllimlər videonun ardı ilə davam edəcək. 30 sual 36-da qaldıq.